Çox sağ olun, xoş gəlmisiniz. Çox yaxşı qalibiyyət oldu. Yəni ümumiyyətcə mən dəfələrlə bildirmişəm ki, belə qalibiyyətlər ölkəmizdə futbolu sevdirmək üçün böyük bir təkan verir və futbolçularıma təşəkkür edirəm ki, belə bir mübariz oyun göstərdilər. Ən əsası düzdür, oyunun ilk dəqiqələrində biraz hər hansı bəlkə də biraz stres oldu, amma get-gedə oyunu ələ ala bildilər və klub tarixində, ümumiyyətlə Azərbaycan futbol tarixində ilk Çempionlar Liqasında ilk qalibiyyətimiz idi qrupda. Və belə futbolçulara əlavə inam gəldi əlbəttə ki, həm klub olaraq bəlkə biraz da böyüdük. Və şükürlər olsun Allaha belə bir oyunla, belə bir qalibiyyətlə, 2-0 məğlubiyyətdən sonra belə bir dönüş etdik və çox böyük bir kömək ola bizim gələcək işimiz üçün.